Qardaş, 2 nömrəli məktəbin yanıdır, Masazır qəsəbəsidir. Gəlmişəm, deyiblər, bağ evi var burada, bağ evi çəkməyə. Lapatka əlimdə evin 4 bir tərəfini gəzmişəm ki, burada bağ evi hardadır. Qardaş, kafeldir. İstəyən şəxs 4 dənə kafeli çıxardır, burada gül əkir. Olur bura bağ evi. Sizlərə 5 otaqlı Masazır qəsəbəsində 5 otaqdan ibarət həyət evi təqdim edəcəm. Həyət evimizin çıxarışı da var, torpağında çıxarışı var, mülkün də çıxarışı var. Qiyməti də 148 min manat təşkil edir. Mərkəzi Əlağa Vahid Prospekt yoluna da yaxın bir məsafədədir. Ətrafında da iaşə obyektləri yetəri qədər var, Bundan sonra belədir, ancaq lapatka ilə bağ evi çəkəcəm. Olmayan torpaq sahəsində də kafeli dağıdıb gülmə əkəcəm. Qardaş, belə eləmək lazımdır, başqa variant yoxdur. Həyətinə də 2-3 dənə avtomobil sərbəst şəkildə daxil etmək mümkündür. Qaraj, padval sahəsinə keçid xodu, baxacam bura. Qupquru bir ərazidədir, Evin hər tərəfinə keçid etmək mümkündür. Mərkəzi giriş qapısı evin və həyətyanı sahənin işıqlandırılması üçün plafonlarına kimi vurulub. Buradan da keçid xodu qoyulub. Kombi aparatının yeri buradadır. Qazı suyu işığı çəkilib, tamamilə hazırdır. Yerdən 4 daş kürsüsü var. Pilləkən sahəsi ağlay daşlarla örtülüb və perlalarına kimi vurulub. Demək, tikinti haqqında məlumat verim. Bu tikilinin, bu mülkün fundamenti beton karkas. Ümumiyyətcə, mənim çəkdiyim evlərin hamısının fundamenti beton karkasdır. Mərtəbələr arası da hamısı monolit betondur. Monolit beton. Az sayda olar ki, monoliti olmayan evlər çəkərəm, dəyərli dostlarımız. Keçək evin daxilinə doğru. Bir daha yerləşmə yerini sizlərə deyirəm. Masazır qəsəbəsində 2 nömrəli məktəbin tam yaxınlığındadır. 5 ədəd otağı var, 5 ədəd otağı. Qiymət də 148 min manat təşkil edir. Bismillah eləyə keçək. Dəhliz vasitəsilə otaqlara bölgülərdir. Sağda 2-ci mərtəbəyə qalxan pilləkən sahəsi. 1-ci mərtəbədə yerləşir sanitar qovşaq, yataq otağı, mətbəx sahəsi və qonaq otağı. Keçək bir tanışlığa. Evin qonaq otağı ilə sizləri tanış edirik. Tvistin sahəsi yığılıb, şəbəkə pəncərə öz həyətyanı sahəsinə baxır. Tavan sahəsi alçıvan, spot lampalarla işlənilib və kondisioner xəttinə kimi quraşdırılıb. 1-ci mərtəbəyə məxsus olan yataq otağıdır. Mətbəx sahəsi. 1-ci mərtəbənin sanitar qovşağı. Pilləkənlər altı kladovka və istipolun kollektori. Sanitar qovşağı mətbəx. Eyvan sahəsindən, dəyərli dostlarımız, gözəl bir həyətyanı sahəsi və məktəb sahəsi görsənir. Üzərliyinə kimi eyvan sahəsində vurulub, tamamilə köçüb yaşamağa hazır bir vəziyyətdədir. Gözəl, böyük bir eyvan sahəsi var. Dəhlizdən eyvana keçiddir. 2-ci mərtəbədə yerləşir 3 yataq otağı, 1 sanitar qovşaq. 2-ci mərtəbənin dəhlizi, 1-ci yataq otağı, 2-ci yataq otağı, 3-cü yataq otağı, 2-ci mərtəbənin sanitar qovşağı. Yerləşmə yeri haqqında məlumat vermişəm, dəyərli dostlarımız. Ümumilikdə mülkümüz 2 mərtəbə, 5 otaqdan ibarətdir. Paket kupçalıdır, evin də torpağın da çıxarışı alınıb hazır vəziyyətdədir. Qiymət 148 min manat təşkil edir. Səhifəni bəyənib şərh yazmağı unutmayın. Sağ olun, sağlıqla qalın.